Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? İnşallah yaxşı olarsınız. Şükür. Mən də yaxşıyam. Bu videonu qar yağanda çəkmişdim. Yoldaşımla çıxmışdıq çölə ki, kartof oynayaq. O da ki, heç demək olar ki, qar yox idi. Nə də bilmədim, ürəyim tıxıldı. Demək qızlar, bu videonu da səhər çəkmişdim. Qar yağıb əriməyəndən sonra anamgilin balkonunda elə sular yağışır. Mən də oraları təmizlədim. Sonra qardaşım dedi ki, qardaş, açar götürmüsən? Alın. Getdik qardaşımla marketə. Burada da aldıqlarımızı sizə göstərirəm, nələr almışıq. Anam üçün pişmaniyə götürdüm. Anam pişmaniyanı sevir. Mən əvvəllər sevirdim, amma indi elə də xoşuma gəlmir. Qənd götürdüm. Bizdə çay çox içilir deyənə qənd tez qutarır. Konfet olsa da kəllə qəndin yeri ayrıdır. Həmişə bizdə təzə dəm çayı kəllə qənddən içirlər. Belə bir adət var. Belə atam kofeni sıkışana malko ilə içir. Ona görə onun üçün 2 dənə götürdüm. Qatlaşdırılmış süd deyək. Sonra pendir. Videonun bir ayın bundan qabaq olar təqrib çəkmişəm deyəm. Yadımda qalmayıb nə alınıb. İndi hal-hazırda videonu səsləndirərkən görürəm. Roşenin konfetləri çox xoşuma gəlir. Ona görə hər badamlısı, nə bilim, karamellisi, yəni hamısından götürmüşdüm. Sabun götürdüm. Bir də belə Türk kahvesi Mehmet Efendi'nin qəhvəsini götürdüm. Onu mən içirəm, çünki sevirəm. Yəni üçü-birindən çox o xoşuma gəlir. Belə. Sonra Nesquik'in südlü var. Bir də belə götürdüm kofe. Papam xoşdur. Hər səhər içir. Mən kofenin ətrini, aromasını sevirəm, amma yəni hər gün içmirəm yəni. Belə. Yumurta götürdüm. Sonra üstünüzə sağlıq qızlar, xəstə eləmişəm. Olmazsa olmaz kola götürdüm. Ona görə səsi tez-tez dayandırıram. Qırıb olduğum üçün tez-tez qırıram ona görə. Bir də ki, toyuq götürdüm. Toyuq 5 dənə götürdüm. Bir də 5 kilo ət idi. Bir də qızlar özüm üçün 2 dənə belə bir trader formasında qab aldım. 1 manat 50 qəpik arası endirmə düşmüşdü. Bir də yemək hazırladım bir karda püresi ilə. 2000 years later. Burada artıq üzərimə getmişdim. Yoldaşımla divan yastığının üstünü götürdüm ki, divanın üstündəki almağa. Gedirəm. Birinci getdim həkimə. Bu da həkim orada olmadı. Mədəmi yoxlatmaq istəyirdim. Qızlar, aldığım budur. Bunu aldım. 25 manat aldım. Uqlava üçün olanı aldım. Arxası da belədir. Qəşəngdir, amma heç seçilmir. Elə bir ki, divanın özüdür. Belə 3 hissədən ibarətdir. Bilsəydim ikisini alardım. Uqlava üçün almazdım. Zaten uqlavayı çıxartmışam. Bilsəydim bir dənə olanı götürərdim. Ki bir dənə olardı da belə yamaq kimi olur. Sonra yoldaşım üçün belə qəşəng pomidor yumurta hazırladım. Sonra keçdim xaldeynikı təmizləməyə, sökdüm qəşəng xaldeynikı. Bankalarım falan var idi. Onların hamısını çıxartdım.
xarab olan meyvə tərəvəzləri var idi. Belə. Onların hamısını təmizlədim. Bugünlük bu qədər qızlar, sağ olun.